7 gün bundan önce Masallı rayonunda akşam saatlerinde bir haber yayıldı. Bütün dostlar, bütün tanışlar, haber sahipleri, tanınmış ictimai xadimlər, ziyalılar, Milli Məclisin deputatları bütün öz səhifələrində belə bir yazı paylaşdılar. Masallılı ziyalı QHT sədri qardaş Fəthullayev dünyasını dəyişmişdir. Qardaş Fətullayevin itkisi Masallı rayonunda çox böyük dərin hüznlə qarşılanır. Qeyd eləmək lazımdır ki, qardaş müəllim Masallı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasında böyük səyləri olub. Bundan əlavə qardaş müəllim uzun illər Masallı təhsilinə böyük töhfələr verib və dövlət tərəfindən qardaş müəllim tərəqqi medalı ilə, əmək igidliyinə görə medalı ilə, şərəf nişanı ilə təltif olunub. Artıq 7 gündür ki, qardaş Fəthullayev bizim aramızda yoxdur. Təbii ki, Masallı rayonu üçün, ölkəmiz üçün qardaş Fətullayevin itkisi böyük itkidir. Yadıma gəlir ki, 2016-cı ildə rəhbərlik etdiyim Masallının səsini yaradanda qardaş müəllimin böyük dəstəyi olmuşdur. Bu günləri qardaş müəllimin məzarının önündə danışmaq, söz demək çox çətindir. Həqiqətən, Masallı ziyalılar silsiləsində qardaş Fətullayevin öz dəsti xətti var idi və öz imzası var idi. Biz heç vaxt heç kimi unutmuruq, heç kimi yaddan çıxartmırıq. Qardaş müəllim də bizim üçün hər zaman dəyərli olub, ziyalı bir insan olub. Allah qardaş müəllimi rəhmət eləsin, ruhu şad olsun, bütün ailəsinə, övladlarına, yaxınlarına və Masallı ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. Belə ziyalıların Masallı rayonunda gördüyü işlər hər zaman təqdirə layiq olur. Rayonumuzu ölkə səviyyəsində, respublika səviyyəsində tanıdırlar. Bugün 7 mərasimidir. Bütün dostları, tanışları onun məzarını ziyarət edir və ruhuna fatihələr oxuyur. Ruhun şad olsun qardaş müəllim. Allah rəhmət